İnteriyer dizaynında güzgü yalnız öz əksimizi görmək üçün istifadə olunan əşya deyil. Düzgün seçildikdə o, məkanın ümumi görünüşünə təsir edərək dekorasiyanın əsas elementlərindən birinə çevrilə bilər. Bəs güzgü seçərkən ilk olaraq nələrə diqqət edilməlidir? Dizayndan öncə güzgünün yeri düzgün təyin olunmalıdır. Hansı ki, bəzən güzgünü işıq düşməyən divara vurub, oradan işıq əks etməsini gözləyirlər. Bunlar hamısı nəzərə alınmalıdır və ən böyük diqqət olunmalı şeylərdən biri də güzgünün ölçüsüdür. Çünki yeni tikili mənzillərdə daha çox bunun qaldırılması, çünki liftin həcmi balaca olur və yaxud da mənzilin giriş qapısı kiçik olur, qapıdan keçmir. Bu nüansları nəzərə almaq lazımdır. Artıq güzgülər yalnız klassik çərçivəli modellərlə məhdudlaşmır. Bu cür hərəkət etdirilə bilən, telefon ekranına bənzəyən, həmçinin müxtəlif forma və ölçüyə malik çeşidliliyi ilə də seçilir. Əsasən biz müştərilərdən onu soruşuruq ki, güzgü mənzilin hansı hissəsinə alınacaq. Əgər bu giriş güzgüsüdürsə, biz orada daha çox dekordan qıraq, yəni bütöv güzgülər məsləhət bilirik ki, insanlar özlərini görə bilsinlər qapıdan çıxan zaman. Əgər qonaq otağındadırsa, daha çox dekorativ güzgüləri tövsiyə edirik. Yataq və yaxud da hamam otaqları üçün daha çox ledli, işıqlı güzgüləri məsləhət veririk ki, istifadəyə daha yararlı olsun. İlk baxışda güzgü sadəcə divarı tamamlayan detal kimi görünür. Halbuki, eyni otaqda güzgünün yeri dəyişəndə məkanın görünüşü də dəyişə bilir. Bunun səbəbi isə onun işıq və perspektivlə işləməsidir. Müasir mənzillərdə daha çox insanlar özünə görə individual güzgülər seçirlər. Daha çox 3 variantda olur. Ya mənzili böyük göstərmək üçün, ya işıqlandırmanı artırmaq üçün, ya da ki, çox sadə dekorativ məqsədli güzgü seçimləri olur. Kiçik mənzillərdə isə daha çox böyük, hündür və enli güzgülərə üstünlük verilir ki, ev daha geniş göstərsin. Funksional güzgülərlə yanaşı sadəcə dekor elementi kimi istifadə olunan güzgülər də var. Misal, bu cür mozaika modellər sadəcə məkanda rəng dəyişikliyi yaratmaq üçündür. Həmçinin bu cür klassik üslubda sanki pas effekti verilmiş güzgülər də mövcuddur. Həmçinin sadəcə stolüstü modellər də istifadə olunur.